Hörmətli izləyicilərimiz, əziz tamaşaçılarımız, əziz valideynlərimiz, əziz şagirdlərimiz, mən Vüsal Kəlbəcəri, Çağdaş Nəsil Mətbuatının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Yardımlı rayonu Bərcan kəndindəyik. Yardımlı rayonu Bərcan kəndində biz qabaqcıl nümunəvi şagirdləri, tələbələri dəfələrlə olmuşuq. Burada çoxlu sayda şagirdlərdən sorğular apardıq. Bizdə məktəbdə nizam-intizam olduğunu bildirdilər, məktəbdə təlim-tərbiyənin gözəl olduğunu bildirdilər, məktəbdə müəllimlərin təhsilini yüksək səviyyədə keçdiklərini bildirdilər. Biz də gəldik həm məktəbin rəhbərlə tanış olaq ki, qoy görək məktəbin rəhbəri kimdir, gəldik tanış olmağa və sizlərə təqdim eləmək istəyirik. Mənim sizi xoş gördük. Allah Taala sizlərə əksik eləməsin. Xoş gəlmisiniz. Adınız, soyadınız? Adiyev Talih Həsənoğlu. Talih müəllim, çox gözəl. Neçə ildir təhsil sahəsində çalışırsınız? Mən 86-cı ildən təhsil sahəsində çalışıram, 1986-cı ildən. Çox gözəl. Biz sizi ki, müəllimlərlə fəxr edirik. Sağ ol. Uğurlar 40 ilə qədər. 40 ilə yaxındır, 40 il tamam olur. Təhsil sahəsində çalışırsınız. Onun neçə ildir direktor işləyirsiniz? 7 ilin direktor işləyirəm. Çox gözəl. Biz sizin rayonda çox olmuşuq. Aşırı Kamal müəllim vaxtında təcrübəsi müdür olanda, müxtəlif qocaman müəllimlərin və sizə ancaq can sağlığı arzu edirik və sizin gözəl müəllim, gözəl ziyalı, gözəl ağsaqqal olduğunuzu bilirik. Təhsil sahəsində canınızı fəda verdiyinizi bilirik. Məktəbdə hörmətli izləyicilər, məktəbdə müəllim təkcə direktor deyil, həm də hansı fənn tədris edirsiniz? Kimya fənni. Kimya fənni gözəl tədris edibdir, gözəl təbliğ edibdir. Şagirdlərin ən yüksək balla ali məktəbə qəbul olmasının əlindən gələn əsir gəlməyibdir. O cümlədən də müəllim şagirdləri vətənimizi sevməyə, bayrağımızı sevməyə, dövlətimizi sevməyə təbliğ edib. Ona görə müəllim öz adımızdan dərin təşəkkür edirik. Müəllim gözəl vətəndaş yetişdiribdir. O cümlədən müəllim gözəl atadır, gözəl babadır, gözəl ziyalıdır. Sizə dərin təşəkkürümü edirəm. Biz sizinki müəllimlərlə fəxr edirik. Sağ olun. Hər zaman vətəninizin başının üstündə olasınız. Hər zaman biz də sizdən o gün olsun ki, 70 yaşınızda, 90 yaşınızda, 100 yaşınızda bizim jurnalistlərimiz gəlib gözəl çəkiş eləsin. Bizim neçə illərdir təhsildə canlı fəda vermiş jurnalistimiz buradadır bu günlərim. Demək, Günel xanım Qarabağlı, o cümlədən də Nihat bəy bizim kameramanımız, mən Vüsal Kəlbəcəri. Sizlərlə fəxr edirik, qürur duyuruq. Sağ olun. Təşəkkürlər, minnətdarım. Çox sağ olun.